Salam qızlar, necəsiz? İnşallah ki, yaxşısınız. Bugün yenə bir Temu bağlaması ilə gəlmişəm. Son zamanlar qızlar, bilmirəm, bu Temuya bir bağlılıq yaranıb ki, məndə. Yəni nəsə almadan dayana bilmirəm. İstəyirəm o Temuda olan bütün hər şeyi alım da, yəni. Belə bir damaşnik almışdım qızlar. Bunu əslində endirimi tamamlamaq üçün aldım. Hardasa 1 manat neçəsə qəpik idi, yəni bunlar. Normaldır, yəni qiymətinə görə əladır. Belə də ki, normal idi. Qəşəng idi, xoşuma gəldi, yəni. Bu videonu kəsməmişəm, biçməmişəm. Ona görə belə olduğu kimi də səsləndirirəm. Sonra belə 2 dənə eynəyi bunun içinə belə qoyursunuz və çantanızdan asmaq üçündür bu. Yəni rahat olsun deyə, çantanın içinə atmayasınız, cızılıb eləməsin deyə belə bir şeydir. Bunun içinə qoyursunuz eynəyi və bunu da çantanızın və hər hansısa bir yerindən asa bilərsiniz. Bunları çox bəyəndim, çox keyfiyyətli idi, materialı falan. Qəşəng idi, xoşuma gəldi. Qiyməti hardasa 3 manat falan civarı idi, yəni bir ədədi 3-4 manat arası idi, yəni. Sonra belə bir tuş almışam. Bu tuşu da elə endirimi tamamlamaq üçün aldım. İndi bilirsiniz, bilmirsiniz, bilmirəm. Temuda belə bir şey var ki, məsələn 30 manat heç 30 manatlıq alana 7 manat zaten endirim verirlər, amma 30 manatı mütləq tamamlamalısınız da. 30 manatlıq tamamlamasaz alış-verişi bitirə bilmirsiniz. Yəni ən aşağı 30 manatlıq alış-veriş etməlisiniz. Ancaq məndə 40 manata, nə bilim 8 manat, nə bilim mən 50 manata, 10 manat belə endirimlər olur. Temu verir hərdən bir bunları. O 40 manatı, məsələn 50 manatı tamamlamaq üçün xırda bir şeylər alıram. Sonra belə bir telefonum üçün case almışdım. Onu da çox bəyəndim. Hal-hazırda elə telefonumun üzərində odur. Mən bir şeydən tez bezənəm, amma hələ ki davam edirəm. Bunlar belə düymələrdir, balaca ürəklərdir. Çox qəşəngdilər qızlar. Mən bir dəfə də almışdım, amma onlar böyük idi. Həm də dəmir idi materialı, amma bunlar plasmas idi. Mən arada Temudan qəşəng köynəklər alıram, pambıq. Çox gözəl gəlir materialı, ancaq bir dənə nüans var ki, Temudan gələn köynəklərin düymələri həmişə sadə plastik düymələr olur. Və mən belə düymələr alıram, onun düymələrini dəyişirəm. Belə çox daha şık olur, yəni köynəklər. Əsas da ağ köynəyə qırmızı düymə qoyanda o qədər gözəl görsənir ki, qızlar. Sizə də tövsiyə edirəm, yəni belə köynəklərinizi özünüz dəyişə bilərsiniz. Sonra belə bir çanta almışam qızlar. Bu su qabının çantasıdır, yəni su qabını həyətə düşürtmək üçün, nə bilim, indi yay gəlir, qabaqdan tez-tez gedirik bulvara falan, uşaqlar aparırıq, orada nə bilim velosiped sürsün, ya nə bilim skuter sürsün, axşamlar gedirik də biz belə yerlərə. Bilirəm ki, siz də gedirsiniz. Yəni elə yerdə su gəzdirmək üçün uşaqla çıxırsanız da mütləq su götürməlisən də. İndi uşaqlı analar mənə başa düşər. Onun üçün mən o sumkanı, çantanı almışam. Bu su qabını da təzə almışam. Ay qızlar, bu su qabı möhtəşəmdir də, yəni çox gözəl. Stanley bunun yanında yəni qələt eləyir. Məndə var idi, Stanley'imdə olubdu. Ancaq qapağı sınmışdı deyə bunu təzə aldım. Mənim su içmə alışqanlığım yoxdur. Yəni suyu içə bilmək üçün belə bir şeylər alıram özümə ki, heç olmasa bunu doldurum ki, bunu axşama kimi içə bilim. Yoxsa yəni belə bir şey etməsəm qətiyyən ağlıma su içmək fikri belə gəlmir, yəni. Ancaq gündəlik içdiyim çay, kofenin suyu ilə gedirəm də, yəni ona görə mütləq belə alıram ki, bunun içini doldurum. Heç olmasa bunu içim bitirim axşama kimi. Çox gözəldir qızlar, o qədər gözəldir, şirindir. Rənginə baxın hələ. Elə rəngi seçmişəm, mən çox sevirəm narıncı rəngi. 1 litr 200 qram tutur bu, səhv etmirəmsə. Bir gündə bunu 2 dəfə içsəz, günlük su ehtiyacınızı ödəyərsiniz. Amma elə bir dəfə içsəz də bəs eləyir, çünki əlavə
necə deyim, çay, kofe falan da içirsiniz, yəni o 2 litri tamamlamış oluruq məncə. Baxın, belə çox gözəldir. Bunu da belə sumkanın içinə qoyursunuz. Əslində bu çantanı özüm üçün almışam. İndi burada uşaqları bəhanə elədim. Düzdür, onlar üçün də istifadə edəcəm. Yəni onlar üçün su gəzdirəndə. Ancaq ən çox bu su qabımı gəzdirmək üçün almışam bunu. Tam da bunun razmerindədir yəni. Çox gözəldir. İkisinin də materialı, sumkanın da, çantanın da, nə bilim, su qabının da çox gözəl idi. Özdə bu su qabı bahalı su qabıdır. Mən bunu endirimə saldım. Hardasa 10 neçə manata aldım, amma bu 40 manatın üzərində idi, yəni bunun qiyməti. İndi bilmirəm sizə Temu endirim kartı verir, yoxsa vermir. Hərdən sizə bildiriş gəlir ha Temudan ki, sizə nə bilim endirim verdiyi falan filan. Onun üstünə basın qızlar. Orada açılacaq sizin üçün endirim 70%, 80%. Burada arxa fonda bilmirəm orada nə indirəmsə, başım qarışıb. Nəysə, bir də bunu almışam. Bu da belə bir nə deyirlər buna? Jiletdir, nə deyir? Nəsə də jilet. Jilet idi yoxsa? Nəysə, mən jilet deyəcəm. Belə bir şey də almışdım. Bu da belə də normal idi. Belə bunu da ucuz almışdım, səhv etmirəmsə. Onun da materialı pambıqdır. Mən həmişə Temudan paltar alanda baxıram ki, 100% pambıq.